Balqabaq tumunun sağlamlığa faydaları və istifadəsi. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Balqabaqlar tez-tez Halloween zamanı qorxunc bir görüntü yaratmaq üçün istifadə olunur və tumları çox vaxt atılır. Bu tumların qida kimi bir çox sağlamlıq faydaları var və müəyyən sağlamlıq problemlərini müalicə etmək üçün yeyilə bilər. Bir çox insanlar tez-tez soyuq dəymədən əziyyət çəkirlər və buna bəzən sink çatışmazlığı səbəb olur. Balqabaq tumunu müntəzəm olaraq yemək, immunitet sisteminizi gücləndirəcək və tez-tez xəstələnməyinizə mane olacaq. Bu toxumların tərkibindəki güclü sink dozası bir çox kişiyə genişlənmiş prostatı sağaltmağa kömək etmişdir. Onlar həmçinin omega-3-ün ən yaxşı mənbələrindən biridir, çünki tərkibində alfa-linolenik turşusu var. Bir çox digər sağlam qidalar kimi tədqiqatlar göstərir ki, diabetli insanlar üçün insulin müqavimətinə kömək edə bilər. Gecələr yatmaqda çətinlik çəkirsinizsə, yatmağa çalışmazdan bir neçə saat əvvəl bu toxumlardan bir ovuc yeyin. Amin turşusu, triptofan gecələri rahatlamağa, rahat gecə yuxusu almağınıza kömək edəcək. Onlar həmçinin dişləri və qan damarlarını sağlam saxlamağa kömək edən maqneziumla zəngindirlər. Bunun infarkt və ürək dayanması riskini azaltdığı sübut edilmişdir. Onlar həmçinin E vitamininin sağlam dozası ilə manqan, fosfor və dəmir kimi minerallardan ibarətdir. Bu, postmenopozal qadınlarda bədəndə yaxşı xolesterolun qurulmasına kömək edir. Buna görə qan təzyiqi, oynaq ağrıları və isti flaşları azaldır. İsti flaşlar üz, boyun və sinə dərisində qısa müddətli və tez-tez təkrarlanan qızartı və istilik hissidir. Tez-tez üzün qızarması ilə müşahidə olunur. Toxumlardakı sağlam yağlar da ürək və qaraciyəri sağlam saxlamaq üçün əladır. Balqabaq toxumlarını sağlam qida məhsulları satılan mağazalarından ala və ya sadəcə balqabaqdan özünüz də çıxara bilərsiniz. Onları bir soba listində yayın və 20 dəqiqə 160 dərəcə istilikdə bişirin. Bu, onları tez qurudacaq. Üzərlərinə acı biber, qaya duzu və ya darçın səpməklə də onları daha dadlı edə bilərsiniz. Mən balqabaq tumlarınızı havan və ya kofemolka ilə üyütməyi və ləzzətli tərəvəz salatlarının üzərinə səpməyi məsləhət görürəm. Daha çox güc üçün balqabaq toxumu yağı da ala bilərsiniz. Daha çox şey öyrənmək üçün bu haqda digər videomuza baxın. Artrit, əzələ və ya oynaq ağrısından əziyyət çəkirsiniz. Balqabaq toxumlarının anti-inflamatuar xüsusiyyətləri ağrıları kəskin şəkildə azaldacaq. Dinlədiyiniz üçün çox sağ olun. Videonu bəyənin, paylaşın və yeni gələn videolarımızı qaçırmamaq üçün kanalımıza abunə olun. Digər videolarımızı izləmək üçün kanala keçid edə bilərsiniz.